İntegral 0-dan 1-ə x üstü 5 üstəgəlsin 1-in mötərizə kvadratı dx integralını hesablayın. İfadəni əvvəlcə sadələşdirək. X üstü 5 kvadratı üstəgəlsin x üstü 5 ilə 1-in 2 misli 2 vurulsun x üstü 5 vur 1 üstəgəlsin 1-in kvadratı. Bərabərdir alarıq x üstü 10 üstəgəlsin 2x üstü 5 üstəgəlsin 1. Və bu ifadənin integralıyıq. İntegral 0-dan 1-ə x üstü 10 üstəgəl 2x üstü 5 üstəgəl 1 dx bərabərdir. Qüvvətin integralı bizə x üstü 10 üstəgəl 1 yəni 11 bölünsün 10 üstəgəl 1 yəni 11 üstəgəlsin verəcək 2 vurulsun x üstü 5 olacaq x üstü 6 bölünsün 6 üstəgəlsin 1-in də integral olacaq x və ümumi sərhəd isə 0-dan 1-ə qədərdir bərabərdir. 1 qoysaq əgər burada alarıq 11-də 1 üstəgəlsin 6-da 2 üstəgəlsin 1 və bütün bunlardan aşağı sərhəddə çıxsaq, aşağı sərhəddə də x-dən yenə 0 yazsaq, hamısı 0 alınacaq. Ona görə də 11-də 1 üstəgəlsin 6 ilə 2 xısar gedər 3-də 1 üstəgəlsin 1 tam. 11 ilə 3-ə ortaq məxrəcimiz 33 olacaqdır. Bu 3-ə, burada 11-ə vuraq. Deməli, alarıq 1 tam 11-də 33-də 3 ilə 11-in cəmi 14 1 tam 33-də 14 və ya çevirsək 33-də 47 alarıq. 33-də 47.